Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Xanım Zəhra salamullah əleyhanın şəhadət günləri artıq başlayıb və bu günlərlə bağlı bir neçə suallara cavab verək. İlk öncə onu qeyd edək ki, Əyyam-ı Fatimiyyə nə deməkdir? Yəni bu günlərə, Xanım Zəhranın şəhadət günlərinə ki, tarixdə iki tarix var. Bu iki tarix arasında olan günlərə niyə əyyam deyilir? Əyyam ərəb sözüdür, gün sözünün cəmidir. Və iki tarix arasındakı olan 20 gün ki var, bu günlərə Əyyam-ı Fatimiyyə deyilir. Yəni Xanım Zəhra salamullah əleyhanın şəhadət günləri. Bu il Əyyam-ı Fatimiyyə noyabr ayının 3-dən başlayır və sonu noyabr ayının 24-ü, sonuncu gün noyabr ayının 24-ü bitir. Bu günlərdə əzadarlıq, ilk əzadarlıq noyabr ayının 3-ü, 4-ü və 5-i olacaq. Son 3 gün isə noyabr ayının 22-si, 23-ü və 24-ü qeyd olunacaq. Bu günlər arasında olan günləri də Əyyam-ı Fatimiyyə saymaq olar və həmən günlərdə də əzadarlıq məclisləri keçirtmək mümkündür. Bu günlərdə nə edək? Matəm saxlamaq təbii ki, Xanım Zəhra kimi bir şəxsiyyətin, Hz. Peyğəmbərimizin qızının şəhadət günləri insan matəm saxlasa daha yaxşı olar. Hüzn günləridir təbii ki, hüzn günlərində insan müəyyən əməllərdən çəkinməlidir. Və insan bacardığı qədər, yəni hər hansı bir cəmiyyət bacardığı qədər bu günlərdə matəm və hüzn olduğuna görə matəm məclisləri, dini məclislər, hüzn məclisləri keçirtmək məqsədə uyğundur. Həmən məclislərdə nə etmək lazımdır? Dini maarif məsələlərindən danışılmalıdır. İnsanlara dini maariflənməklə bağlı söhbətlər edilməlidir. Hər hansı bir dini maariflənmə fərq eləməz. Əhl-i Beyt əleyhissalamın hədəfi əgər dinin yayılması idisə, biz də onların istər şəhadət və istər mövlud günlərində dini maariflənməklə məşğul olsaq, daha məqsədə uyğundur. Həmçinin xanımın öz həyat tərzindən, öz davranış qaydalarından, əxlaqi davranışlarından insanlara, məclis əhlinə, cəmiyyətə çatdırmaq daha yaxşı olardı. Təbii ki, xanımın həyatında bir neçə dövrlər olub. Xanımın uşaqlıq dövrü, xanımın Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmlə olan dövrü və xanımın ailə həyatı qurduqdan sonra Həzrəti Əli əleyhissalamla birlikdə olan dövrü var. Bütün bu dövrlər barədə danışmaq və məlumat vermək daha yaxşı olardı. Və həmçinin də xanımın həm fərdi ailə həyatında olan davranış qaydaları, əxlaqi qaydalar və həm də ictimai və siyasi həyat tərzində bu mövzularda da insanlara məlumat vermək məqsədə uyğun olar. Çünki xanım həm ailə daxilində müəyyən məsələlər var ki, insanlara çatdırılmalıdır. Həm fərdi həyatında ibadət, itaət və Allahla rabitə məsələlərini insanlara daha yaxşı olar ki, çatdıraq və həm də xanımın həyatının bir qismi ictimai və siyasi məsələlərlə bağlıdır. O baxımdan bu mövzuda da insanlara məlumatlar çatdırmaq daha məqsədə uyğun və daha yaxşı olar. Digər bir sual budur ki, mütləq biz 20 gün əyyam günləri keçirməliyikmi? Yəni, əyyam günləri, şəhadət günləri 20 gün davam edir. Biz mütləq 20 gün keçirməliyikmi? Və ya mütləq 6 gün, yəni 3 gün əvvəldə və 3 gün axırda bunlar mütləq qeyd olunmalıdırmı? Xeyr, insan nə qədər bacarırsa, hər hansı bir cəmiyyətdə olan bir ruhani, bir ictimai, bir xadim, bir cəmiyyət nə qədər bacarırsa, bu günlərdə əza məclisləri keçirə bilər. Hətta bir gündə olsa keçirməsi məqsədə uyğundur. Və yaxud 2 gündə olsa bu günləri qeyd etmək daha yaxşı olar. Yəni, birinci tarixdə olan gün, birinci gün, ikinci tarixdə olan gün, 20 gündən sonra sonuncu günü qeyd etməklə də olar.